Cəlilabadda dabaq xəstəliyinə qarşı heyvanlara vurulan vaksinasiya tədbirindən sonra təsərrüfatdakı xırdabuynuzlu heyvanlar arasında tələf olma halları qeydə alınıb. Təsərrüfat sahibinin sözlərinə görə xeyli sayda tələfat var. Xırdabuynuzlu heyvanlara dabaq xəstəliyinə qarşı vaksin vurulduqdan sonra onların arasında ölüm halları qeydə alınıb. Hadisə Cəlilabad rayon sakini Daşqın Hüseynovun təsərrüfatında baş verib. Onun sözlərinə görə vaksinasiya aparıldıqdan sonra ilkin mərhələdə 4 baş xırdabuynuzlu tələf olub. Digər qoyunlarda isə vaksinin vurulduğu nahiyədə iltihaplaşma müşahidə edilməyə başlanıb. 9 qoyun bir quzuda bu vəziyyətdədir. Yemirlər, sürünə gəzirlər. Diyə otlayanda da məcbur olub qabaq qollarını atırlar yerə, müəyyən qədər otlaya bilirlər. Əməliyyat aparılan qoyunların boyunlarında iltihabları axır, əti məhv edir, ətdə çürümə gedir. Qida təhlükəsizliyi aparan heyvanın ayaq üstə, heyvan canlı olaraq heyvanında qurtlama getdi. Heyvan dirikən qurtladı bədəni, qurt tökülürdü. O vəziyyətdə öldü. Təsərrüfat sahibi bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülən analiz nümunələrinin laborator müayinəsindən sonra heyvanlarda infeksiyanın mövcudluğu və tələf olma hallarının bununla əlaqəli olduğu təsdiqlənib. Daşqın Hüseynovun sözlərinə görə hazırda 10 baş xırdabuynuzlu heyvanda aşkarlanan infeksiyaya qarşı müalicə aparılsa da, onların vəziyyətində hər hansı müsbət irəliləyiş müşahidə olunmur. Dizlərini atıb yerə, ot deyirlər, yəni yeriyə bilmirlər. Otlamaq çətinlik çəkirlər. Qoyunlar zəifləyib, dayanıb, onlar otlaya bilməyəndən sonra məcburdur ki, xəstəlik tab gətirə bilmirlər. Məsələ ilə bağlı təsərrüfat sahibi aidiyyatı qurumlara müraciət edib. Hazırda tədbirlərin görülməsi istiqamətində işlər aparılır. Yaqub Mehdoğlu, Günəş Rızayev, SBS Xəbər, Cəlilabad.